Sidiyə gedərkən ağrı və göynəmə nəyin əlamətidir? Ən çox rast gəlinən səbəbi sidik yolu infeksiyası, yəni sistitdir. Sistit sidik hissəsinin iltihabıdır. Bu daha çox az su içəndə, sidiyi uzun müddət saxlayanda, soyuq dəymə, qadınlarda hamiləlik, kişilərdə isə prostat problemləri səbəbindən yaranır. Əgər böyrək mənşəli bu kimi problemlərdən əziyyət çəkirsinizsə, məsələn, sidiyə gedərkən ağrı, göynəmə, üzdə, göz altında, özəlliklə də ayaqlarınızda şişkinlik problemindən əziyyət çəkirsinizsə, bitki mənşəli Diurenes tabletlərindən istifadə edə bilərsiniz. Diurenes bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər böbrəklərimizdə qan dövranını yaxşılaşdırır, antimikrob, yəni iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır, sidik ifrazını yaxşılaşdırır, sidik yollarında yaranan spazmı da aradan qaldırır. Nəticədə isə bədəndə, ayaqlarda, üzdə olan şişkinlik azalır, sidiyə getmə zamanı yaranan göynəmə və ağrılar da yoxa çıxır. Bildirim ki, məhsulun bir qutusu 1 aylıq müalicə üçün kifayət edir. Polşa istehsalı olan Diurenes tabletlərini isə bütün apteklərdən əldə edə bilərsiniz.